Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan İnnovasiyalar Mərkəzi ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı MMC arasında anlaşma memorandumu imzalanıb. Memorandumu İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov və Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov imzalayıblar. Sabah City İnnovasiya klasterində universitetlər, elmi tədqiqat laboratoriyaları, startaplar, innovativ şirkətlər, texnologiya transferi ofisləri bir araya gəlir. İnnovasiya mərkəzi olaraq rezident statusu əldə edirik. İnanırıq ki, bu illər ərzində əldə etdiyimiz təcrübə və gördüyümüz işlər klasterin inkişafına öz töhfəsini verəcək. Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında Sabah City İnnovasiya şəhərciyi qurulmaqdadır və bu innovasiya şəhərciyinə biz rezidentlərin cəlbi prosesinə artıq başlamışıq. Rezidentlərdən biri də Asan AI Hub-dır. Asan İnnovasiyalar Mərkəzinin yeni layihəsidir. Onu biz rezidentlərimiz arasında görməyimiz bizim üçün çox böyük şərəfdir və bu istiqamətdə biz işləri davam etdirirdik. Bugünkü memorandum imzalanma mərasimi də məhz bu layihə ilə bağlıdır. 2026-nın sentyabrında, yəni cari ilin sentyabrında Asan AI Hub mərkəzinin Sabah City İnnovasiya şəhərciyinin birinci fazasında açılışı nəzərdə tutulub. Razılaşmaya əsasən Asan AI Hub Sabah City İnnovasiya şəhərciyində fəaliyyət göstərəcək və ölkədə süni intellekt ekosisteminin formalaşmasına və dayanıqlı inkişafına xidmət edəcək. Memorandum tərəflərin birgə fəaliyyətə dair niyyətini ifadə edir və ölkədə innovasiya mühitinin gücləndirilməsinə töhfə verməyi hədəfləyir.